Şəbnəm Tozlu gecəni 2 yerə bölübdü. 12-yə kimi Vilayət Eyvazova yalatdırır. 12-dən sonra Qayı rəisi var, Ramiz Zeynalov, öz yerlisidir, ona yalatdırır. And olsun Allaha, Şəbnəm Tozlunun ən yaxın adamını tanıyıram. Göz yaşı töküb belə ağlayırdı ki, Ramiz Zeynalov məni qısqanır, Ramiz Zeynalov məni tişləyir. Bax, mən bilirsə Tozlu'nam, bu qancıqlarım da elə çox aramdır. Şəbnəm Tozlu ilk dəfə deyirdi, mənim oğlum deyir, əsəbləşər də mənim belə pis videolarımı görər. Şəbnəm Tozlu'nun oğlu da indi öz tayıdır. Şəbnəm Tozlu, yenə deyirəm, bircə gecə Vilayət Eyvazovdan yatanda xahiş elədi, Qazağın polis rəisini, o Tozludur, Qaraxanlı da haraldı bilmir. O qohumudur Şəbnəm Tozlu'nun. Şəbnəm Tozlu onu xahiş elədi, o Mirzəli tərəf rayonun Göyçay tərəfdə mavin idi, nə idi? Gətirdi Qazağa polis rəisi. Bilirsə, Qazaq rayonu gömrük olan rayondur, ən pullu yerdir. Bax, bircə gecə yatdı, onu xahiş elədi. Şəbnəmin 40'a yaxın yaşı var. Suala ortaya çıxır, 30'a yaxın o çıtır olanda hardaydı? Rus kafelərində piyanistkaların daşacaqlarını şalvarın stolun altından çıxardıb ağzına almırdı mı? Gündə bir kafede yatmırdı mı? Bir şəmkiriyə rast oldu pulluya, fırlattı onun başına nə oynaşdı, onu tramplin kimi başından bastı, başqa ondan bir zənginine qoşuldu, nə bilim neynədi. Müğənnilər o pullu adam düşəndə bir-birindən didişirlər onun üstündə. Atası bilir, qısa geyinsə o darvazadan bəri girməyəcək. Daha Şəbnəm Tozlu da alttan soyunmadı, üstten soyundu. Ay səni Tozlu çılığı.